Salam əziz müəllimlər və abituriyentlər. Bu videoda MHM Tədris Mərkəzinin riyaziyyat test topusundan NATO ədədlərdə test 1-in izahını verəcəm. İndi isə keçək suallara. Deməli, birinci sual bizə deyir ki, burada B A-dan böyükdür və C-dən kiçikdir və ABC ardıcıl tək ədədləri üçün A çıxılsın 2B üstə gəlsin. Burada 5B değil, yəni B'nin yeni C olmalıydı. Çünki burada qanuna uyğunluq pozuldu, yəni 5C bərabərdir 84 olarsa bizdən A üstə gəlsin, B üstə gəlsin, C cəmliyi soruşur. Baxın, burada ABC necədir? Ardıcıl tək ədədlərdir, düzdürmü? Biz də bilirik ki, ardıcıl tək ədədlər 2 vahid artır da, düzdürmü? Yəni biri digərindən 2 vahid çox olur. Yəni məsələn, birinci A-dırsa, məsələn, B onda nəyə bərabər olacaq? A-dan 2 vahid böyük olacaq. Yəni A üstə gəlsin 2 olacaq. İndi B-dən sonra gələn C isə nədir? B-dən 2 vahid böyük olacaq. B də nədir? A üstə gəlsin 2-dir. Bundan da 2 vahid böyük, yəni A üstə gəlsin 4 edir. Aparıb yerinə qoysaq, deməli A çıxılsın 2 vurulsun. Deməli B-nin yerinə A üstə gəlsin 2, üstə gəlsin. Deməli 5 vurulsun. C-nin yerinə də A üstə gəlsin 4 yazsaq, bərabər olacaq 84-ə. Buradan deməli A çıxılsın 2A, deməli çıxılsın 4, üstə gəlsin 5A, üstə gəlsin 5-i 4-ə vuranda 20, bərabər olacaq 84-ə. Deməli burada baxın, A-ları bir qruplaşdırsaq, deməli A-dan 2A-nı çıxanda mənfi A, üzərinə də 5A gələndə 4A edir. Sonra deməli burada qalır nə? Mənfi 4, bir də 20. Bunları toplayanda müsbət 16 edir və bərabərliyin digər tərəfinə keçirsək, 84-dən də 16-yı çıxsaq, burada deməli 4A bərabər olacaq 68-ə. A-nı tapanda da deməli neçə eləyəcək? 17 eləyəcək. Bizdən ABC-ni soruşur, düzdürmü? Onda birinci 17-dirsə, bundan sonra gələn bundan 2 vahid böyük olacaq, yəni 19 olacaq. 19-dan da sonra gələn 19-dan 2 vahid böyük olacaq, yəni 21. Bu üçünün də cəmi deməli neçə eləyəcək? 57 eləyəcək. Cavabına görə də B variantı. Sonra keçək növbəti suala, ikinci suala. Deməli, nömrə 2. Baxın, bizə deyir ki, 2 rəqəmli ədədin əvvəlinə 7 yazılarsa, alınan ədəd, alınan yeni ədəd əvvəlki ədəddən 29 dəfə böyük olar. Bu 2 rəqəmli ədədin rəqəmlərin cəmini tapın. Baxın, 2 rəqəmli ədədi necə işarə edirik? A, B. Düzdürmü? Və bunun əvvəlinə 2 yazılarsa, əvvəl də hansı tərəfdir? Yəni sol tərəfdir. Aydındırmı? Onda ədəd necə olacaq? Yəni yeni alınan ədəd 7AB olmayacaq. Aydındırmı? Üzərində xətt. Və deyir ki, bu ədəd yeni ədəd. Əvvəlki ədəddən 29 dəfə böyükdür. Yəni yeni ədəd bərabərdir 29 vurulsun AB-yə. İndi baxın, deməli bunu da mən necə yazacağam? Baxın, bunun mərtəbə vahidi 100-dür. Düzdürmü? Daha sadə olsun deyə burada AB-ni birlikdə saxlayacağam. Baxın, bu yoldan istifadə etməyi bilin. Çox sadə olacaq hesablama. Yəni burada 10-a üstə gəlsin B kimi açıb, yəni vaxt aparmayaq da, yəni bu vaxt cəhətdən də sizə sərfəli yol olacaq. Baxın, bunu deməli 700 üstə gəlsin, yəni 7 vurdum öz mərtəbə vahidinə, 700 elədi. Üstə gəlsin AB ədədi bərabərdir 29 AB ədədinə. Buradan da AB ədədini digər tərəfə keçirsə mənfi olacaq və 29-dan da AB-ni çıxanda yerdə qalacaq 28 AB ədədi. Və 28 AB ədədi də 700-ə bərabərdir. Birinci hər tərəfi 7-yə bölsəm nə qalacaq burada? Burada 4, burada qalacaq 100. Deməli 4 AB ədədi 100-ə bərabərdir. Buradan da AB ədədini tapanda deməli 100-ü 4-ə böləcək, eləcək 25.
Və bizdən deyir ki, bu iki rəqəmli ədədin rəqəmləri cəmini tapın. Bunun rəqəmləri 2-dir, bir də 5-dir. 2 üstə gəlsin 5 də bizə 7-ni verəcəkdir. Yəni cavab olacaq 7C variantı. Sonra keçək 3-cü testə. Deməli bizə deyir ki, deməli oxşar sualdır bu 3-cü sualda. Bizə deyir ki, iki rəqəmli ədədin əvvəlinə 1, sonuna 5 rəqəmi yazılarsa, alınan yeni ədəd əvvəlki ədəddən 25 dəfə böyük olar. Bu iki rəqəmli ədədi tapın. Demək, baxın, yenə də iki rəqəmli ədədi necə yazırıq? AB kimi. Aydındır. İndi bunun əvvəlinə 1, sonuna 5 yazanda nə alınacaq? Bu şəkildə alınacaq. Yəni AB-nin əvvəlinə 1, bura 1, sonu da nədir? 5 yazırıq. Və alınan ədəd bu olacaq. Və bu yeni ədəddə, yəni əvvəlkinə 25 dəfə böyük, yəni 25 vurulsun AB-yə bərabər olacaq. İndi də baxın, bir ara dediyim metodu da burada tətbiq edək, çox sadə olacaq. Baxın, bunun mərtəbə vahidi minliklərdə dayanır deyə mindir. Bunu birlikdə baxıram. Burada da bu təşkildədir. Baxın, bu təşkildir, bu da olacaq nə? Onluq. Aydındırmı? Deməli, bunu indi belə yazacağım. 1000 üstə gəlsin 10 vurulsun AB üstə gəlsin 5 bərabərdir 25 AB ədədinə. Baxın, 10 AB-ni sağ tərəfə keçirsəm nə qalacaq? Deməli, 25 AB ədədindən çıxacaq 10 AB ədədin bərabər olacaq 1000 ilə 5-i toplayanda 1005-ə. Buradan da 15 AB ədədi nəyə bərabər olacaq? 1005-ə. Deməli, buradan da AB ədədini tapsaq nəyə bərabər olacaq? Deməli, böləndə 6 dəfə götürəndə 90 idi, düzdürmü? Deməli, 6, sonra 7 nə qalacaq? 100-dən 90 çıxanda 10, yanına 5, 105, o da 7 dəfə edir. Deməli, ədəd olacaq 67. Deməli, o da eləyəcək D variantı. Sonra 4-cü sual. Deməli, bizə deyir burada A ədədi bərabərdir 54329 vurulsun 37757-nin kubu üstə gəlsin 59 ədədinin 25-ə bölünməsindən alınan qalığı tapın. Baxın, burada qısa yol nədir? Sizə onu deyim. Verilən ədədləri 25-ə bölün, 10 yeni qalığı yazaq. 25-ə bölmə qaydası nə idi? Yəni, son iki rəqəmi 25'in misli olmalıdır. Ya 2 0 ya da 25 50 75. Yəni son iki rəqəminə baxaq əsas. Birində 29-dur, digərində 57-dir. 29-un deməli 25-ə bölünməsindən alınan qalıq neçə olacaq onda? Bir dəfə 25, 25 yerdə qalır 4. Deməli A ədədi bərabərdir. Mötərizə açırıq. 25'in yerinə biz nə yazacağıq? Burada 4. 4 vurulsun. Deməli, 57-nin də 25-ə bölünməsindən alınan qalıq neçədir? 7. 4 vurulsun 7-nin kubu üstə gəlsin 59. Bu da niyə bərabərdir? 28-in kubu üstə gəlsin 59. Baxın, burada mən 28-i deməli 25'ə bölsəm qalıqda nə alınacaq? 3 alınacaq da. 28'in de yine təzədən bir də təzədən bölmə əməli yerinə yetirirəm də. Yəni burada 28'i də 25'ə bölündə qalıq nə alınır? 3. Düzdür? 3'ün kubu üstə gəlinsin. 29'u da 25'ə bölündə alınan qalıq neçə olacaq? 9. Bu da bərabərdir. 27 üstə gəlsin 9 eləyəcək 36. Təzədən bunu da bir dəfə 25'ə böldüm. Nə olacaq? Qalıq 11. Demək cavab neçə oldu? A variantı. Sonra deməli 5-ci suala baxaq. 5-ci sualda da bizə deyir ki, M ədədinin sadə bölənlərinin sayı 4, N ədədinin sadə bölənlərin sayı isə 5-dir. M vurulsun N ədədinin sadə bölənlərin sayı ən az neçə ola bilər? Baxın, burada sadə bölənlərin sayı nə idi? Bölündüyü müxtəlif sadə vurğuların sayı. Düzdürmü? Onda mən baxın, M ədədin mən belə götürə bilərəm də, düzdürmü? Burada
ədədlə götürək ki, daha yaxşı anlaya biləsiniz də, yəni bu sualı. 2 vurulsun, 3 vurulsun, 5 vurulsun, 7 kimi götürə bilərəm. Baxın, bizdə m-in hasilinin deyir ki, ən az neçə sadə böləni var da, düzdürmü? Sadə bölən nə idi? Müxtəlif sadə vurğular. Deməli, m-in müxtəlif sadə vurğular az olmalıdır. Baxın, mən burada n-in bilirəm ki, sadə bölənlərin sayı 5-dir, düzdürmü? Baxın, indi mən m-ə görə, yəni m-in sadə bölənlərin sayı az olsun deyə, mən bunu bu şəkildə götürəcəm. Yəni 2 vur 3, vur 5, vur 7, vur məsələsi bir də sadə ədəd 11. Aydındırmı? Yəni, çünki bunların hasilini tapanda, baxın, m-ni tapsaq, burada niyə bərabərdir? 2-nin kvadratı vurulsun, 3-ün kvadratı vurulsun, 5-in kvadratı vurulsun, 7-in kvadratı vurulsun, 11. Müxtəliflər burada nədir? 2-dir, 3-dür, 5-dir, 7-dir, 11-dir. Amma yox, ən çox desəydi, ən çox deyəndə də, baxın, n-i burada m-də olmayan sadə vurğulardan təşkil etməliyik. Yəni, necə olub? Yəni, məsəl üçün, burada 7 deyil, n-də olmalıdır, məsəl üçün, 11. Belə deyək, 11-dən başlamalıdır. 11-dir, 13-dür, 17-dir, 19-dur, məsəl üçün, 23-dür. Baxın, ən çox deyəndə, baxın, m ilə n-in ortağı olmur. Yəni, bu zamanda nə olur? Deməli, sadə bölənlərin sayı, yəni 4 dənə m-də olur, 5 dənə də n-də, burada 9 olur. Amma ən az dediyinə görə, deməli, n-i də biz ortaq götürməliyik. Yəni, n-lə də m-in ən maksimum ortağı 4 dənədir. Yəni, bunlar. Yəni, ümumi də bunların, yəni, nə qədər olacaq? 5 dənə, ən az dediyinə görə. Amma ən çox desəydi, o zaman 9 olacaqdı. İndidən onu da deyim. Oldu A variantı burada. Sonra 6-cı sual. 6-cı sualda da deyir ki, deməli, natural bölənlərin sayı 24 olan natural ədədin ən çox neçə sadə böləni ola bilər? Bunu da belə deyək də, yəni tam başa düşmək istəyiriksə, araşdırmaqla da yaza bilərik. Necə? Baxın, dəqiqə. 12 dəqiqədir. Baxın, burada necə? Məsələn, natural bölən sayını necə tapırdıq biz? Sadə ədədin qüvvətinin üzərində 1 gəlib hasilini tapırdıq. Bunu gəlin 1-2 ədəd üzərində araşdıraq, ondan sonra daha yaxşı başa düşəsiniz. Məsələn, ədədimiz tutaq ki, bunun ən az sadə bölən olar deyirsə, düzdürmü? Ən çox deyirsə. Məsələn, ən az sadə bölən 1 olar. Niyə görə? Məsələn, bizim ədədimiz tutaq ki, A ədədi. A ədədi belə olsaydı, məsələn, 2 üzərində 23. Bunun deməli, natural bölənlərin sayı nə olacaqdı? 23 üstə 1 gələcəkdik sadəcə. Aydındırmı? Məsələn, bu ən az olmalıdır, yəni o da 1-dir. Və yaxud da məsələn, A ədədi belə deyək, 2-də bunu ikinci hal kimi necə götürə bilir? Məsələn, burada natural bölənlər 24 demir. Məsələn, A-nı 2 vurulsun, 3 kimi də götürə bilərəm. Amma məsələn, qüvvətində birində məsələn 2 olar, digərində heç nə olmaz. Bunların qüvvətləri nə olacaq? 2 üstünə 1 gəndə 3, digərində də məsələn 3 üstünə 1, 2. 3 ilə 2-nin hasili bizə 6-nı verdi. Daha doğrusu 24 deyir. Burada məsələn 24 deyir. Mən 6-yı hesabladım səhvən. Deməli necə olar bu? Məsələn 3 bunu 2 götürərəm. Məsələn bunu da 24 eləməsi üçün 7 götürərəm. Aydındır, çünki 3-ü vuraram 8-ə 24 edir. Aydındır, məsələn ən az məsələn desəydi, A bir dənə təkcə məsələn 2-nin üzərində 23 olmağa kifayətdir. Çünki 23-ün üzərində 1 gəndə 24-də sadə bölən olur. Amma bizdə ən çoxunu soruşur. Demək, ən çox olmağı üçün də belə deyək də, yəni qüvvətlərindəki belə deyək, ədədlər ən kiçik olmalıdır. Yəni, çalışmalıyıq ki, biz o ən kiçik olsun. O da necə olacaq? Baxın, 24-ü sadə vurğulara ayıraq, yəni qısa yolunu deyirəm. 8-i də düzdürmü? 8 vurulsun 3, o da nədir? 2 vur, 2 vur, 2 vurulsun 3. Deməli, 24-ü mən belə yaza bilərəm. Yəni, 24-ü yəni, sadə vurğulara ayıranda bu şəkildədir. Mən də elə bir A ədədi götürərəm ki, baxın, 2 vurulsun, məsələn, 3 vurulsun, məsələn, 5 vurulsun 7. Baxın, hərəsindən bir dənə götürsəm, bir də 7-dən 2 dənə götürsəm. Burada neçədə sadə bölən alındı? 4 dənə. Niyə görə? Baxın, 1-dir qüvvəti. Toplasam, üzərinə 1 gəlsə 2, ikincidə də 2, üçüncüdə də 2. Demək, 2 vur, 2 vur, 2. Bir də 2 üstünə 1 gələndə 3 eləyəcək və
buradan da elə bu ifadə alınır. Ona görə də belə deyək, maksimum deyəndə, yəni ən çox deyəndə biz məsələn 24-ü sadə vurğulara ayırdıq. 2 vur 2 vur 2 elədi 3. Deməli onda 4 də sadə vurğu olacaq buradan. Biz bu nəticəyə gələ bildik. Yəni ümidvaram ki, bu sualı tam başa düşdünüz. Ona görə də burada cavab A variantı olacaq. Sonra deməli 7-ci suala baxaq. Deməli 7-ci sualda da bizə deyir ki, M ədədinin sadə vurğularının sayı 6 olarsa, M kub ədədinin sadə vurğularının sayını tapın. Baxın, sadə vurğuların sayı 6 deyirsə, sadə vurğu nə idi? Yəni qüvvətlərinin cəmidir, düzdürmü? Mən belə eləyə bilərəm. M-i mən 2 üzərində məsələn 6 götürürəm. Yəni sadə vurğu nədir? Qüvvəti də 6-dır. Onda M kubu nəyə bərabər olacaq? 2 üzərində 6-nın kubu. Bu da nəyə bərabərdir? 2 üzərində 18-ə bərabər, düzdürmü? Onda burada sadə vurğuların sayı eləyəcək 18. Cavab da C variantı. Sonra keçirik 8-ə. 8-ə bizə deyir ki, 8 maraqlı sualdır. Bizə deyir ki, AB ardıcıl cüt natural ədədlərdir. Deməli, C isə ortaq olmayan sadə vurğularının hasilidir. Bizdən bu ifadənin qiymətini tapın soruşur. Baxın, burada A ilə B ardıcıl cüt ədədlərdir deyir, düzdürmü? Baxın, gəlin onda belə deyək. A-nı onda biz necə işarə edə bilərik? 2n kimi işarə edə bilərikmi? Bəli. Sonra B-ni bəs necə işarə edə bilərik? B də ardıcıl olduğundan bunun üzərinə 2 gəlsə B alınar, düzdürmü? 2n üstə gəlsin 2 olar. Və mən burada B-də 2-ni ortaq vuruq kimi çıxardaram. Nə qalar? 2 vurulsun, n üstə gəlsin 1. Baxın, indi biz C-ni tapaq. C-ni necə tapırıq? C nədir? Ortaq olmayan sadə vurğuların hasili. Baxın, hər iki ifadədə ortaqlar nədir? 2-dir. Deməli, 2-dən başqa yerdə qalanlar nədir? Ortağı olmayan sadə vurğulardır, düzdürmü? Onda C niyə bərabər olacaq? N-i vuracağıq biz nəyə? N plus 1-ə. Aha, bura qədər yəni aydındır. İndi isə baxın, bu ifadənin qiymətini hesablamalıyıq. Yəni bu ifadə ümumi qiymətini hesablamaqdansa mən birinci əkobun burada qiymətini hesablayaram. Əkob nəyə bərabər olacaq? Əkob deməli A, B, C bərabər olacaq. Baxın, burada əkobu necə edirik? Burada bunların içərisində ən böyük neçə götürək? N vurursa N plus 1 götürək. Düzdür? Burada çatışmayan nədir? Yeganə bir də 2-dir. Aydındırmı? Belə başa düşək. Burada n ilə n plus 1 götürdüm əkob kimi. Yəni sadə vurğu ayrışı. Aydındır? Burada yəni ABC-nin sadə vurğu ayrışını göstərmişəm əslində. C-dəki n vurursa n plus 1 götürdüm və onda çatışmayan nədir? 2-ni orada əlavə edim. Onda nə olacaq? 2 vurursa n vurulsun n plus 1 olacaq. Burada əkobu. İndi isə aparıb ifadədə yerinə qoysam, baxın, sürətdə əkob eləyəcək, yəni nə? Deməli, 2n deməli, vurulsun n plus 1. Məxrəzdəki ifadədə A nədir? 2n-dir. B nədir? Deməli, B-nin yerinə də qiymətini yazsaq, deməli, 2 vurulsun n plus 1. Üstə gəlinsin 10 vurulsun, C də nədir? N vurulsun n plus 1. Baxın, sürətlə məxrəcdə əslində, yox, bunu deməmişdən və gəlin göstərək. Məxrəcdə ortaq vuruq nədir? N vurulsun n plus 1-dir, düzdürmü? Bunu ortaq vuruq kimi çıxartsam, yerdə nə qalır? Deməli, 2-2 vurduq 4, 4 üstə gəlsin 10. Sürətdə isə nə qalır? 2 vurulsun, n vurulsun, n üstə gəlsin 1. Baxın, burada hər tərəfi n vurulsun, n plus 1-ə bölsəm, nə qalacaq? 2-nin 14-ə nisbəti, o da bərabər olacaq 7-də 1-ə. Cavab eləyəcək D variantı. Bu maraqlı sual idi. Əsas çətinlik orada C-nin tapılma qaydası idi. Sonra keçək növbəti suala. Deməli, 9-cu suala. Bu da çox gözəl bir sualdır. Deməli, nömrə 9. Baxın, burada deyil A sadə ədədi üçün, yəni qeyd edirik A nədir? Sadə ədəddir.
Bizden deyir ki, AB bərabərdir 5A üstə gəlsin 35 olarsa, B-ni ala biləcək natural qiymətlərin cəmini tapın. İlk öncə 5A-nı bərabərliyin sol tərəfini açsaq, AB çıxılsın 5A bərabərdir 35. Baxın, burada bu AB, A vurulsun B deməkdir yəni. Sonra A-nı orta vurur kimi çıxarsam nə qalacaq? B çıxılsın 5 bərabərdir 35. Buradan B-ni tapsam, yəni B çıxılsın 5'e tapsam nəyə bərabərdir? 35 bölünsün A-ya bərabər olacaq. Eyni zamanda da B-ni tapsam bu nə eləyəcək burada? 35 bölünsün A üstə gəlsin 5'dir. Baxın, bizə burada şərtdə nə deyir? Yəni A ilə B natural ədəddir. Yəni AB daxildir N-ə. Düzdürmü? İndi bu ifadə ondan natural ədəd eləməlidir. Yəni bunun natural ədəd olması üçün bu A sadə ədədidir və 35'in bölündüyü sadə ədədləri almalıdır. 35'in bölündüyü hansı sadə ədədlər var? Biri 5'dir, digəri də 7'dir. Onda bir dəfə A bərabərdir 5 qoysaq, onda B bərabərdir 35'i 5'e böləndə 7 üstə gəlsin 5, 12 edir. Bir dəfə də A bərabərdir 7 olsa, deməli B bərabərdir 35'i 7'ye böləndə 5, 5 üstə gəlsin 5 bərabər edəcək 10. 12 ilə də 10'un cəmi bizə 22'ni verəcək. Deməli oradan da cavab A variantı alınır. Sonra 10-cu suala keçək. Deməli 21 dəqiqə olub. 10-cu sualda da bizə deyir ki, burada AB natural ədədlər üçün, yəni AB daxildir N-ə. Burada 3A üstə gəlsin 11 vurulsun 5B çıxılsın 19 bərabərdir 17'dir. Baxın, bu sual artıq şablon tipidir. Yəni necə, yəni təkrarlanır çox vaxt. Baxın, hasil sadə ədəddirsə, orada vurğulardan biri 1, digəri də həmin sadə ədədə bərabər olmalıdır. Fikirləşərsiniz ki, yəni bu növdə deyirəm də, yəni bu sualda. Deyərsiniz, məsələn, mənfi 1-dən mənfi vurulsun, məsələn, sadə ədəd. Xeyr, niyə görə olmayacaq? Çünki burada A natural ədəddir. Bu ifadə yəni həmişə müsbətdir. Deməli, bu ifadədə müsbət ədəd eləməlidir və birinci ifadə bizdən, belə deyək, birinci ifadədə A natural ədəd olduğundan A-nın ən kiçik qiyməti 1-dir də, düzdürmü? Yəni birinci ifadə ən kiçik qiyməti ilə 14'dür. Deməli, bu digər ifadə 1'i ala bilər də, aydındır. Ona görə də birinci ifadə 17'ni ala biləcək. Ona görə də burada 5B çıxılsın 19 1'ə bərabərdir. 5B bərabərdir 20'dir. B də bərabərdir buradan 4'dür. 3A üstə gəlsin 11 də 17'ye bərabərdir. 3A bərabərdir 6'dır. Buradan da A bərabərdir 2'dir. Yəni AB hasili deyirsə, burada deməli A vurulsun B bərabərdir 2 vurulsun 4. Bu da bizə 8'i verəcək. O da A variantı edir. Sonra deməli 11-ci sual bizə deyir ki, 120, 180 və 270 ədədlərinin ortaq natural bölənlərinin sayını tapın. Baxın, burada əsas məsələ nədir? Ortaq natural bölənlər ortaq sadə vurğularının hasilinin əmələ gətirdiyi, yəni ədədlərin bölənindən təşkil olunur da. Yəni qısa dildə desək, yəni bölənin tapıb, daha doğrusu əbobun tapıb və əbobunun bölənlərini tapmalıyıq. Natural bölənlərinin sayını tapmalıyıq. Deməli, bildiyimiz kimi 11 əbob 120, 180, bir də 270. Ne edərəm? Hər birində 30 ortaq vuruldu. Düzdürmü? 30'u çıxarsam 30 vurulsun. Deməli, əbob. Deməli, 4. Sonra ikinci də 6 və üçüncü də eləyəcək 9. Baxın, bunlar qarşılığı sadə ədəddir. Ona görə əbobu 30 edik. Deməli, biz 30'un sadə belə deyək, 30'un daha doğrusu natural bölənlərin sayını tapmalıyıq. 30'un da sadə vurğu ayrışı 2 vur, 3 vur, 5'dir. Və bunun da deməli natural bölənlərin sayını tapsaq n bərabərdir. Qüvvətlər də 1'dir. 1 üstə gəlsin 1, vurulsun 1 üstə gəlsin 1, vurulsun 1 üstə gəlsin 1. Bu da eləyəcək 8.
Cavab eləyəcək D variantı. Sonra deməli 12 bizə deyir ki, burada 12-də 253 nəfərlik bir qrupdan ən azı neçə nəfər çıxarılmalıdır ki, qalanları 3 nəfərlik, 4 nəfərlik və ya 5 nəfərlik qruplara bölmək olar. Deməli, burada əsas məsələ nədir? Biz məsəl üçün 3-ə, 4-ə, 5-ə bölünən və 253-ə yaxın olan hansı ədəd var? Onu tapmalıyıq. İlk öncə görək 3-ə, 4-ə və 5-ə bölünən hansı ədəddir? Deməli, onun misilləri də nə olacaq? 3-ə, 4-ə, 5-ə bölünəcək. Baxın, deməli, ilk öncə deməli, buradan əkobu tapsaq, yəni 3, 4, 5. Bunun da əkobu nədir? 60-dır. Yəni 3-ə, 4-ə, 5-ə bölünən ən kiçik ədəd 60-dır. Yəni bundan sonraki nədir? 60-ın misillərdə, yəni 60K formasında göstərə bilərik. İndi baxın, bunun 240-a yaxın hansı qiymətidir? Yəni K bərabərdə 4 olanda, yəni bu eləyəcək 253-ə yaxın hansı qiymətidir? 240. Ona görə də deməli K bərabər 4 olanda 240. Deməli mən 53 nəfərdən neçə nəfərə çıxarmalıyım ki, 240 nəfər alınsın? O da eləyəcək 13 nəfər. Deməli 253-dən çıxacaq 240-ı eləyəcək 13. Cavab da C variantı. Sonra növbəti deməli 13. Baxın 13-də bir dəqiqə. 13-də deyir ki, cəmi 120-yə bərabər olan 2 NATO ədədin ən böyük ortaq böləni 10 olarsa, bu ədədlərin ortaq olmayan sadə vurğulan hasili ən çox neçə ola bilər? Yəni C-nin ən böyük qiymətini soruşur da belə deyil. Burada 2 ədədin cəmi 120 isə, birinci ədəd A desəm, ikinci ədədə B desəm və bu A üstə gəlsin B niyə bərabər olacaq? 120. Baxın, burada bizə deyir ki, ən böyük ortaq bölən 10'dur. Yəni ən böyük ortaq bölən əbobun 10 olmasını nəzərdə tutur. Yəni əbob AB bərabərdir 10'dur. Yəni əbobun 10 olmağı bizə onu deyir ki, bu verilmiş 2 ədəddən hər biri 10'a bölünür. Mən bu AB ədədinin 10'a bölünməsini necə göstərə bilərəm? Onda A-nı bu şəkildə 10x kimi, B-ni də bu şəkildə göstərə bilərəm 10y kimi. Baxın, burada hər biri 10'a bölünürsə, yerdə qalanlar qarşılıqlı sadə ədəd olmalıdır. Yəni əbob xy 1'ə bərabər olmalıdır. Çünki xy 1'dən fərqli olsa, burada özü dəyişəcək. Yəni A ilə B-nin əbobu dəyişəcək. Ona görə həmsə xy qarşılıqlı sadə ədəd olmalıdır. Çünki onlar ortaq olmayan ədədlərdir. İndi aparıb yerinə qoysaq, deməli 10x üstə gəlsə 10x nəyə bərabərdir? 120. Buradan da x üstə gəlsə y də nəyə bərabərdir? 12. 2 qarşılıqlı sadə ədədin cəmi 12'dir və bu hansının ən böyüyünü istəyirsə, belə deyək də 12'nin yarısı neçədir? 6. 6'ya yaxın olan hansı 2 qarşılıqlı sadə ədəd var? Cəmi 12 eləsə. Demək bu x 5'dir, bu da 7'dir. Çünki 5'dən 7 qarşılıqlı sadə ədəddir və cəmi də 12 edir. Aydındır. Ona görə də 5 vurulsun 7 eləyəcək neçə? Deməli 35. Cavab ona görə də 35 B variantı. Baxın, məsələn, cəm verir və bizdən hasili soruşarsa, yəni ən böyüyün, həmişə ortasındakı ədədlərə yaxını götür. Aydındır. Amma hasilin ən kiçik qiymətini deyərsə, yəni o çox vaxt necə olur? Məsələn, x 1 olur, y də 11 olur. Aydındır. Sonra deməli 14-cü sual. Sualda bizə deyir ki, A4 rəqəmli NATO ədədi 8-ə, 12-yə və 15-ə böldükdə alınan qalıq 5 alınır. Bu şərti ödəyən ən kiçik A ədədinin rəqəmlərin cəmini tapın. Baxın, burada nəyə diqqətli olmaq lazımdır? Bizdə deyir ki, A4 rəqəmli ədəddir. Biz gəl ilk öncə görək 8-ə, 12-yə və 15-ə bölünən ən kiçik ədəd neçədir? Demək, əkobunu tapsaq, əkob 8
12 və 15. Yəni bunların hər birinə bölünən ədəd 120-dir. Deməli baxın, bizə deyir ki 4 rəqəmli ədəd, amma 120 3 rəqəmli ədəddir. Burada 120 misillərini tapacağıq. Yəni 120-nin hansı misli 4 rəqəmli ədədə alınır? Çünki 120-nin misli də nə olur? 8-ə, 12-yə, 15-ə bölünür. Aydındırmı? Baxın, burada deməli 120-nin 8 misli 960 idi. Onda 4 rəqəmli ədəd olması üçün 120-nin 9 mislini tapmalıyıq. Burası 9-a, yəni 1080 eləyəcək. 1080 deməli 8-ə, 12-yə və 15-ə bölünən ən kiçik 4 rəqəmli ədəddir. Və bizə deyir ki, qalıqda 5 alınır, düzdürmü? Və qalıqda 5 alınmaq üçün həmin ədədin daha doğrusu üzərinə 5 əlavə edərək. Və 5 əlavə edəndə də baxın, həmişə bu 5-ə, 8-ə, 12-yə bölünəcək. Qalıq yerdə qalacaq 5-2, çünki bu digərlərinə bölünməyəcək. Yəni ona görə də nə olacaq ədədimiz 1085 və bunun rəqəmləri cəmi də 1 üstə gəlsin, 0 üstə gəlsin, 8 üstə gəlsin, 5 də 14-ə bərabər olacaqdır. O da deməli D variantı. Sonra 15. Baxın 15-də bizə deyir ki 6m üstə gəlsin 3 və 7m çıxılsın 2 nədir? Ardıcıl tək ədədə olarsa. Baxın, ardıcıl tək ədədə nə deməkdir? Yəni, məsəl üçün 3, 5-dir. Yəni, birin üzərinə 2 gələndə digəri alınır. Əslində, bu o deməkdir ki, bunların fərqi 2-yə bərabərdir. Ardıcıl tək ədədlər, ardıcıl cüt ədədlər. Yəni, ardıcıl olanda həmişə bunların fərqi 2-yə bərabərdir. İndi, baxın, burada ən çox qarşılanan nədir? Çox vaxt məsələn deyirik ki, məsələn sağdakı böyükdür, soldakı kiçikdir. Bizə hansının böyük, hansının kiçik şərti verilməyib, düzdürmü? Ona görə də nə edirsiniz? Bir dəfə, yəni 6-ın üstə gəlsin 3-dən 7-yin çıxırsınız, 2-ni çıxırsınız və fərqi 2-yə bərabərləşdirirsiniz. Yəni bir dəfə böyük budur. Digərdə isə böyük bu olur, yəni 7-yin çıxırsın 2 və 7-yin çıxırsın 2-dən 6-yin çıxırsın 3 çıxanda qalır 2-yə bərabər. Daha sonra fərq 2-yə bərabər olmaqla istifadə edəcək. Yəni, məsəl üçün, birinci halda nə dedim? Dedim, 6-ın üstə gəlsin 3 böyüdür, düzdürmü? Bundan çıxıram mən 7m çıxılsın 2. Bərabərdir, fərq nəyə bərabər olmalıdır? 2-yə. Burada nə olur? 6m üstə gəlsin 3 çıxılsın 7m plus 2 bərabərdir 2. Buradan da nə alınır? Mənfi m, yəni bununla bunu toplayanda, bundan da bunu toplayanda bir dəqiqə, müsbət 5 ilə mənfi üstə gəlsin 5 bərabərdir 2-yə. Deməli, buradan da m nəyə bərabər olacaq? M 3-ə bərabər olacaq. Digər tərəfdən isə ikinci hal nədir? Yəni 7m çıxılsın 2-dən mən digər ədədə çıxsam, yəni 6m üstə gəlsin 3-ü və 2-yə bərabər olmalıdır. Buradan da 7m çıxılsın 2 çıxılsın 6m çıxılsın 3 bərabərdir 2 edir və buradan da m bərabərdir, deməli 7 eləyəcək. M 7-dir və bizə deyir ki, m-in ala biləcək qiymətdən hasilini tapın. 3-ü də 7-yə vursaq, burada 21-ə bərabər olacaqdır və cavab deməli burada Y variantı. Sonra keçək növbəti 16-ya. 16 da demək olar oxşarıdır. Çünki burada yenə də deyim, ardıcıl tək ədədlər, ardıcıl cüt ədədlər, yəni yenə olan fərqi 1-ə bərabərdir. Baxın, ona görə də burada ümumi yazın. Bir dəfə 3n üstə gəlsin 5-dən mən digər ədədə çıxaram. 5n çıxılsın 3 və bu 2-yə bərabərdir. Buradan 3n üstə gəlsin 5 çıxılsın 5n üstə gəlsin 3 bərabərdir 2 alınır. Və burada nə olacaq? 8 çıxılsın 2n bərabərdir 2-dir. Buradan da n nəyə bərabərdir? 3-ə bərabər olacaq. N-in 3 olduğunu tapdıq. Digər haldan da, yəni buradan da yazım. İkinci hal necə olacaq? Deməli 5n çıxılsın 3-dən. Çıxacam mən 3n üstə gəlsin 5-i bərabər olacaq 2. Buradan da deməli 5n çıxılsın 3 çıxılsın 3n çıxılsın 5 bərabərdir 2-dir.
Deməli 2n çıxılsın 8 bərabər 2-dir. Buradan da n'in 5 olduğunu tapdım. Və bizdən cəmin soruşur. Burada 3 üstə gəlsin 5 də niyə bərabər olacaq? 8-ə. Cavabına görə də Y variantı. Sonra keçsək, deməli, digər maraqlı suala 17-yə. Baxın, burada 17-də bizə deyir ki, ABC rəqəmləri üçün, deməli, A, B, C 6 ifadəsinin qiyməti A-ya bərabərdir. Və bizdən də deməli A, B, C 7, 35 ədədini, yəni aşağıdakı kimi ifadə edildi. Yəni aşağıdakı hansına bərabərdir? Mən nə edəcəm? Bayaqlar dediyim metodu burada tətbiq edəcəm. Bizə bu ədəd verilməyib. A, B, C 7, 6. Amma burada 7-dir. Gəlin buna bir baxaq. Baxın, burada nə olacaq? 5-in mərtəbə vahidi 1-dir. Baxın, 3-ün mərtəbə vahidi 10-dur. Dəqiq. 10-dur və növbəti bu 4 dənəsində bir yerdə baxdığım ədədin də mərtəbə vahidi deməli 100 eləyəcək. Aydındırmı? Bu da bərabər qoyacağım. Niyə bərabərdir? Diqqətlə baxın. Deməli, A, B, C 7 natural ədədi deməli vurulsun 100 üstə gəlsin belə deyək 35 qısa yazım. Amma bir baxın burada A dediyi ifadədə sonuncu rəqəm 6-dır. Nə edərəm onu mən? Onu da belə yazaram. A, B, C 6 üstə gəlsin 1 şəklində. Yəni onsuz da yəni bu sonuncu rəqəmlər burada toplananda 7 eləyir. Vurulsun 100. Üstə gəlsin 35. Bu da bərabərdir. Bu ifadənin qiyməti nəyə bərabərdir? A-ya. A üstə gəlsin 1 vurulsun 100. Üstə gəlsin 35. Bu da bərabərdir 100A. Üstə gəlsin 135. Belə ifadə varmı? Cavab edəcək onda 17-də A variantı. Sonra deməli deməli 18-ə baxaq. Nömrə 18-də də deməli baxın burada. 2 rəqəmli ədədin sağına 3 rəqəmi yazılarsa, yeni alınan ədəd əvvəlkindən 525% çox olar. Bu 2 rəqəmli ədədin rəqəmləri hasilini tapın. Baxın, 2 rəqəmli ədədi AB kimi yazaq. Və sağına 3 yazanda nə olacaq? AB3. Düzdürmü? Yəni yeni ədəd budur. Bu ədəd əvvəlkindən 525% nə olsun? Böyük olsun. Yenə də bunu necə yazaram? Bu təşkili yəni 1-dir, bu da 10-luqdur, 10 kimi yazaram. Demək 10 vurulsun AB üzərində xət. Üstə gəlsin 3 bərabərdir AB üzərində xət. Üstə gəlsin 525. Buradan 10 AB-dən AB-ni çıxsam nə qalır? 9 vurulsun AB üzərində xət bərabərdir 522-yə. Buradan da AB üzərində xət bərabərdir. Deməli 5 dəfə olacaq. Sonra 58. Və rəqəmlərin hasil edəndə rəqəmlərin biri 5-dir, biri 8-dir. 5 vurulsun 8-də bizə 40-ı verəcək. Və cavab burada B variantı olacaq. Sonra keçək növbəti qəşəng bir suala baxaq. 19-a. Bu sual çox gözəl sualdır. Əsasən də diqqət tələb edir. Niyə görə? Deməli, nömrə 19. Baxın, burada bizə deyir ki, ABC rəqəmləri üçün AB çıxılsın 3 bərabərdir C-nin kubu plus C-nin kvadratı çıxılsın 5A-dır. Mən burada nə edirəm? 5A-nı bərabərliyin sol tərəfinə keçirdirəm. Yəni AB üstə gəlsin 5A çıxılsın 3 bərabərdir C-nin kubu üstə gəlsin C-nin kvadratı. Və burada orta vuruş kimi A-nı çıxarsam, A nə olacaq çıxandan sonra? B üstə gəlsin 5 çıxılsın 3 bərabərdir C-nin kubu plus C-nin kvadratı. Bundan sonra biz nə edirik? Baxın, diqqətlə olun. Baxın, burada əsas nəyə diqqət eləməz? Baxın, tutaq ki, birinci halda C tək ədəddir, tək ədəd.
Baxın, S təkədir. Məsələn, S bərabər məsələn 1 olsun. Yerinə qoyanda 1 üstəgəlsin 1 2 eləyəcək. İkinci halda məsələn S cüt ədəd olsun. Cütdür. Onda yerində S-ni məsələn 2 qoysa, 2-nin kubu üstəgəlsin 2-nin kvadratı nəyə bərabər olacaq? 8 üstəgəlsin 4 və 12-yə bərabərdir. Baxın, yenə də burada cüt alındı. Deməli, bərabərliyin sağ tərəfində S-nin istənilən qiymətində nə olur? Yəni sağ tərəf cüt alınır, düzdürmü? Demək, onda sol tərəfdə nə olmalıdır? Cüt alınmalıdır. Düzdürmü? İndi də biz də bilirik ki, deməli burada diqqətli olun. A vurulsun 5 üstəgəlsin 5 çıxılsın 3-də nədir? Bu nə olmalıdır? Cüt ədəddir. Yəni daxili cüt ədədləri. İndi biz də bilirik ki, bu cüt ədəd alınırsa, biz təkdən təki çıxanda cüt ədəd olur da, düzdür? Onda buradakı bu təki çıxırıq, düzdür? Bu da tək ədəddir. Baxın, bunun tək ədəd olması üçün tək hansı təkdirsə, deməli qruplardan hər biri təkdir. Deməli burada A təkdir. 5 üstəgəlsin 5 də tək ədədə bərabərdir. Amma burada B-nin üstünə 5 əlavə etmişik, düzdürmü? Onda B gərək cüt ədəd olsun ki, onun üzərinə 5 əlavə edəndə tək ədəd olsun. Aydındırmı? Deməli buradan A nədir? Təkdir. B nədir? Cütdür. Aydındır. Onda tək üstünə cütü gələndə bizə deyir ki, həmişə təkdir, düzdürmü? Demək, tək üstünə cütü gələndə nə olur? Həmişə tək olur. Ona görə də A variantı. Sonra keçək, yəni bölmənin sonuncu sualına. Deməli, sonuncu sualı necədir? Nömrə 20. Bizə deyir burada AB, daha sonra B böyüdü A-dan kiçikdir C şərtini ödəyən ABC artıcı tək natural ədədləri üçün bu ifadənin qiymətini hesablayın. Bunu qısa hesablayacaq. Necə? Məsələn, bizə ABC artıcı tək ədəd demir. Birinci A-dırsa B niyə bərabər olsa A-dan 2 vahid böyük olacaq. Deməli, C-də B-dən 2 vahid böyük olacaq. Yəni A üstəgəlsin 4-ə bərabərdir. Baxın, yuxarı buradakı ifadələrdən, yəni bəsində bizdə nəyi soruşur? Gəlin isə o köçürdək. Deməli, 5 vurulsun, A çıxılsın C, üstəgəlsin 2 vurulsun B çıxılsın A, aşağıda da nədir? 2 vurulsun B çıxılsın C. Baxın, burada A-dan C-ni çıxanda nə olacaq? Yəni, C-dən nədir burada? A üstəgəlsin 4, demək, mənfi 4-ə bərabər olacaqdır. Həmçində B-dən A-nı çıxsaq, nəyə bərabər olacaq? B neçədir burada? A üstəgəlsin 2-dir. Ondan A-nı çıxanda 2-yə bərabərdir. Eyni zamanda B çıxılsın C-dən qiymətini taparıq. B neçədir? A üstəgəlsin 2-dir. C neçədir? A üstəgəlsin 4-dür. Çıxanda da burada mənfi 2-yə bərabərdir. Aparıb yerinə qoysaq bərabərdir. Demək, 5 vurulsun. Demək, A çıxılsın C mənfi 4-dür. Sonra deməli, üstəgəlsin 2 vurulsun B çıxılsın A 2-dir. Aşağıda da demək 2 vurulsun, deməli B çıxılsın C-də neçədir? Mənfi 2-dir. Bu nəyə bərabər olacaq? Deməli, mənfi 20 üstəgəlsin 4 bölünsün mənfi 4. Bu da elə deməli nə olacaq? Mənfi 16-nın mənfi 4-ə nisbəti. Və buradan da cavab müsbət 4 alınacaq. Deməli, cavab B variantı. Deməli, test 1 burada yekunlaşır. Növbəti videoda deməli, test 2-nin həlli olacaq. Bura qədər baxmısınızsa, yəni zəhmət olmasa, yəni kanala abunə olardınız, videonu bəyənərdiniz və İnşallah növbəti videoda test 2-nin həlli gələcək. Sağ olun.